Həbsinə etiraz olaraq 40 gün ölüm azlığı edən, mayın 10-da qızının xahişi ilə aksiyanı dayandıran siyasətçi Tofiq Yaqublu bu dəfə də azadlığa buraxılmayıb. Bakı Apellyasiya Məhkəməsi mayın 20-sində keçirilən prosesdə 9 illik həbs hökmünü qüvvədə saxlayıb. Məhkəmədə Tofiq Yaqublu hakimlərin ədalətsiz qərar çıxardığını deyib. Bu barədə onun qızı Nigar Həzi yazıb. Stat: Mənə deyin görüm mən daha necə sübut eləməliyəm ki, bu cinayət işi saxtadır. Mən şərlənmişəm. Bunu sübut etməyin başqa yolu varsa deyin. Statın sonu. Öncəki proseslərdə də Yaqublunun səhhəti nəzərə alınaraq azadlığa buraxılması istənmişdi. Məhkəmədə iştirak edən və azlıq aksiyası dövründə Yaqublunu müayinə etmiş həkim Adil Qeybulla vəziyyəti belə dəyərləndirib. Stat: Məhkəmə iclasının gedişi zamanı Tofiq Yaqublunun psixoloji durumuna da yetərincə təsir edən davranış nümunələri göstərir ki, azlığın bərpası hələ xeyli zaman aparacaq. Statın sonu. Külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinən Tofiq Yaqublu ittihamları qurama və siyasi sifariş adlandırır. Ölkə rəsmiləri isə Azərbaycanda heç kimin siyasi səbəblərdən həbs edilmədiyini bildirir.